Herkese salam. Biz bugün sizinlə fizika 7-ci sinif 2-ci hissə dərsliyinin 6.4 yarım başlığından 10 qanun suallarına baxırıq. İlk öncə bildirim ki, şagirdlər çalışaq sualları özümüz yazaq. Məsələn, 10 sual varsa, ən azı çox hissəsini düşünək, yerdə qalan suallara isə buradan baxa bilərik. Yəni bütün suallara buradan baxıb getməyimiz müəllimimizi və ilk başda özümüzü aldatmaq deməkdir. Keçid alırıq suala. Sizcə qışda suyun sürətlə və gür axmasına mane olan nədir? Deməli, su borularda axan zaman sürətinə mane olan səbəb borulardakı suyun donmasıdır. Yəni şagirdlər, borularda su donur və orada belə deyək də maneələrə səbəb olur. Məsələn, ağız hissəsi donur, müəyyən qədər tutalım ki, borudur bu. Buradan su axıb gəlib tökülür və bu hissələrdən müəyyən bir qismi donubsa, artıq arxadan gələn su kütləsi oradan keçə bilmir və yaxud bu hissələr donubsa, suyun mənbəsi var da, oradan gələn hissədə maneələrə rast gəlir və gəlib rahat şəkildə aşağıya doğru tökülə bilmir. İkincidə bildirir ki, bu hissədə bildirir ki, hər hansı borudan axan suyun miqdarını artırmaq üçün nə etmək lazımdır? Baxın, az öncə bu boru şəklini çəkdik və bildirdik ki, bu hissələrdə donmaya səbəb olur, su donur və maneələr yaradır. Bildirir ki, borudan axan suyun miqdarını artırmaq üçün nə etmək lazımdır? Borudan axan suyun miqdarını artırmaq üçün borunun ən kəsik sahəsini artırmaq lazımdır. Yəni orada belə deyək də, məsələn, belə bir ən kəsikli boru var. Məsələn, bu şəkildə bir ən kəsikli boru var və su buradan gəlib tökülür. Bu hissədə suyun miqdarını yəni axıb gələn suyun miqdarını artırmaq üçün o ən kəsik sahəsini, ən kəsik dediyimiz, yəni oradan su tökülən hissənin sahəsini artırsaq nə olacaq? Daha böyük miqdarda su gəlmiş olacaq. Bu hissədə bildirir ki, baxın, müzakirə et sualında bildirir ki, birinci nə bildirir? Bildirir ki, qalvanik elementlərin sayını artırdıqda ampermetr və voltmetrin göstəricisi necə dəyişdi? Ampermetr və voltmetrin göstəriciləri artdı. Yəni burada qalvanik elementi, yəni batareyaların sayını artırdıqca göstəricilərimiz artacaq. İkinci və üçüncü elementləri qoşduqda voltmetrin göstəricisinin ampermetrin göstəricinə nisbətən dəyişdimi? Nisbəti dəyişdimi? Yəni U-nun I-yə nisbəti dəyişdimi? Həmin bu U-nun I-yə nisbəti R verir və göstərici dəyişmədi. Mövzunun bu hissəsində bildirir ki, cərəyan şiddəti müqavimətə görə necə dəyişdi? Deməli, burada baxırıq fəaliyyət hissəsinə. Cərəyan şiddətli müqavimət arasındakı əlaqənin araşdırılması. Ləvazimat qalvanik element, birləşdi naqil, açar müqavimətləri fərqli olan 2 lampa, voltmetr və ampermetr. Bildirir ki, cədvəli dəftərinizdə çəkin və şəkildəki dövrəni qurun. Açarı qapayıb ampermetr və voltmetrin göstəricilərini cədvəldə qeyd edin. Açarı açıb lampanı digər lampa ilə əvəzləyin. Lampanı digər lampa ilə əvəzləyin dedikdə, əgər ki, kiçik ölçülü, daha doğrusu az müqavimətli, kiçik müqavimətli lampa qoşmuşuqsa, yazırıq ki, birinci dəfə dövrəyə qoşulan lampa dövrə qapadılıb daha yüksək müqavimətli lampa ilə əvəz edilərsə, bu hissəni silək, lampa ilə əvəz edilərsə, burada deyir ki, cərəyan şiddəti necə dəyişir? Cərəyan şiddəti azalar. Cərəyan şiddəti azalar. Niyə? Çünki cərəyan şiddəti, şagirdlər, müqavimətlə tərs asılır. Yəni bu daha yüksək müqavimətli bir lampa ilə əvəz etdikdə müqavimət artır, avtomatik cərəyan şiddətinin qiyməti başlayır azalır. Burada səhifə 52-ci səhifədə bildirir ki, elektrik lampasından keçən cərəyan şiddətinin onun uclarına gərilini asılı qrafik verilmişdir. Lampanın müqavimətini
hesablayın. Baxırıq, düsturumuz müqavimətin düsturu R bərabərdir U bölünsün i'dir. Baxırıq, məsələn 1/5 bölünsün 1, bu da edir 1/5 10. R bərabərdir. Bu hissəyə görə tapsaq 3 və 2-yə görə. 3 bölünsün 2, 1/5 10. Yəni istənilən halda müqavimətimiz 1/5 10 etdi. Düşün müzakirə hissəsində bildirir ki, sizcə nə üçün elektrik qızdırıcısını cəryan mənbəyi ilə birləşdirən naqil az, onun spiralı daha çox qızır? Səbəbi budur. İndi səbəbi nədir? Səbəbi budur ki, qızdırıcını, yəni elektrik qızdırıcısını cərəyan mənbəyi ilə birləşdirən naqilin müqaviməti spiralın müqavimətindən kiçikdir. Bu səbəbdən spiralın müqavimətindən kiçikdir. Yəni spiralın müqaviməti daha böyükdür. Və gəlirik, ardınca da yazırıq ki, spiralda elektronların elektrik qızdırıcısındakı qızdırıcının spiralındakı elektronların ionlarla toqquşması daha çoxdur. Keçək növbəti suala. Öyrəndiklərinizi bildirir ki, tətbiq edin. Azər şəkildəki elektrik dövrəsini yığdı. Lampanın müqaviməti 10 ohm olarsa, onun uclarındakı gərginlik nə qədər olar? İndi gərginliyin düsturu şairlər U bərabərdir, I vurulsun R-dir. Və mənim müqavimətim var 10 ohm, amma cəryan şiddətini bilmirəm. Cihazdan baxsaq buradan, baxırıq ki 0.5 ondan geriyə nə ola bilər? 0.4 və yaxud 0, 0.1, 0.2, 0.3, əqrəb dayanan bu hissə isə 0.4 olur. Deməli, yazıram I 0.4 amper vurulsun 10 ohm. Bu da edir 4 volt. Yəni bizə göstərilən burada öyrəndiklərinizi tətbiq edin. 1A-sında nə oldu? 4 volt. Dövrədəyə qalvanik elementə daha bir qalvanik element qoşularsa, lampanın müqaviməti dəyişərmi? B variantında bildirir ki, müqaviməti dəyişərmi? Xeyr. Çünki dövrənin uclarındakı gərginliyin cəryan şiddətinə nisbəti sabitdir. Cəryan şiddətinə nisbəti sabitdir. Hansı qanuna görə? Ohm qanununa görə. Əsasən. Baxırıq qrafikə, deməli ikincidəki 2A. Burada nə deyir? Deyir ki, qrafikə əsasən lampanın müqaviməti haqqında nə demək olar? Qrafikə əsasən cəryan şiddəti və gərginlik eyni qədər artır və bundan əvvəldəki B variantı, yəni burada yazdığımız hissə eynən burada aiddir. Düz mütənasib olduğu üçün yenə də eyni şeyi deyirik ki, gərginliyin cəryan şiddətinə nisbəti sabitdir. Yəni müqavimət dəyişmir. B variantında bildirir ki, nicat gərginliyi artırdıqda yoxsa azaltdıqda lampanın parlaqlığı artırır. B variantı nicat gərginliyi artırdıqda lampanın parlaqlığı artır. Çünki hər kulon yükə verilən enerji artır.
artır. Üstə bildirir ki, nigar qurduğu lövhədəki lampanın müqavimətini müəyyən etmək istəyir. O lampanın müqaviməti hansı cihazlar vasitəsilə necə müəyyən edə bilər? Bu cihazlar lampaya necə qoşulmalıdır? Müqaviməti müəyyən etmək istəyirsə, birinci 10 metr lazımdır. O da yoxdursa, nə edəcək nigar? Deməli, nigar birinci bilməlidir ki, R bərabərdir U bölünsün I-dir. Yəni, U gərginlikdir. Ölçən cihaz nədir? Voltmetr. Voltmetr. I cəryan şiddətidir. Ölçən cihaz amper metr. Nə edəcək? Birinci voltmetrlə gərginliyi ölçür, sonra ampermetrlə cəryan şiddətini ölçür və voltmetrlə ölçərək aldığı qiyməti ampermetrlə ölçərək aldığı qiymətə bölür. Və voltmetr dövrəyə paralel qoşulur. Paralel. Ampermetr isə dövrəyə ardıcıl qoşulur. Yəni, dövrə sxemini çəkəsi olsaq, burada çəkirik birinci cəryan mənbəyini. Cəryan mənbəyini çəkdik. Sonra gətiririk buradan bir ampermetr çəkirik. Ardınca bir lampa çəkirik. Lampanın şərt işarəsidir və voltmetri nə edirik? Bu lampaya paralel birləşdiririk. Bu şəkildə çəkmiş olduq. Öyrəndiklərinizi təkrarlayın hissəsində birinci suala baxırıq. Metallarda elektrik cəryanı necə yaranır? Sərbəst elektronların birazca bunun qalınlığını artıraq. Sərbəst elektronların metal ionları ilə toqquşması nəticəsində. Metal ionları ilə toqquşması nəticəsində və belə toqquşmalar elektronların nizamlı hərəkətinə mane olur. Elektronların nizamlı hərəkətinə mane olur. Nizamlı hərəkətinə mane olur. Ohm qanunu necə ifadə olunur? Dövrə uclarındakı gərginliyin cəryan şiddətinə nisbəti sabitdir. Elektrik müqavimətinin vahidi hansıdır? Üçüncü sual. Müqavimətin vahidi ohmdur. Ohm. Dördüncü sualda bildirir ki, U böl R ifadəsi hansı fiziki cəmiyyət müəyyən olunur? İfadəsi ilə hansı fiziki cəmiyyət müəyyən olunur? Gərginliyin cəryan şiddətinə nisbəti, müqavimətin nisbəti cəryan şiddətini verir. Cəryan şiddəti. 5-ci sualda lampadan keçən cəryan şiddəti 5 amper, cəryan şiddəti 0,5 amper, müqaviməti 6 ohm olarsa, uclarındakı voltmetrin göstəricisi, qoşulmuş voltmetrin göstəricisi U bərabərdir I vurulsun R-ə görə. I 0,5 vurulsun R6, bu da edir 3 volt. Gəlirik 6-cı suala. Cəryan şiddətinin gərginlikdən asılı qrafikinə əsasən müqavimətlərin nisbətini müəyyən edin. 6-cı sualda R1-in R2-yə nisbətini müəyyən edin bildirir. Birinci belə yaza bilərik. R1 bərabərdir, daha doğrusu R bərabərdir, U bölünsün I-dir. R1-i tapsam, yazıram U1 böl I1. Burada fikir versək, U1-imiz 5-dir, I1-imiz 20-dir. Yəni ki, 5 bölünsün 20. Bu da edir 4/1. R2-yə gəlsək, U2 bölünsün I2. U2 budur, I2 isə budur. Hardan bilirik? Qırıq-qırıq xətlərin göstərilən bu 2 ilə birləşməsindən. Yazırıq 10 bölünsün 10. Bu da edir 1 10. R1-i, yəni 4/1-i bölürük 1-ə. Bu da edir 4/1 və yaxud 0,25. Belə şagirdlər, diqqətiniz üçün təşəkkürlər. Növbəti izahlarımızda görüşənədək hələlik.